Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakı şəhərinin Binəqədi rayonu 9-cu mikrorayon ərazisində faciəli hadisə baş verib. Bildirilir ki, mənzillərin birində 13 yaşlı Kamran Abiyev və atası Əbülfəz Abiyevin meyitləri tapılıb. İlkin məlumata görə, ata və oğul mənzilə qaz sızması nəticəsində boğularaq ölüblər. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Kamran Abiyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Millennium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib. Xəbər verilir ki, o İsmail rayonunda qəfil infarkt keçirib. Ruslan Quliyev xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun cənazəsi Bakıya gətirilir.